Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bugün sizlərlə böyük əhəmiyyət daşıyan, eyni zamanda həyat və ölüm arasında körpü rolunu oynayan, həm tibb, həm din baxımından dərin suallar doğuran orqan transplantasiyasından danışacaq. Orqan transplantasiyası tibb elmində inqilabı nailiyyət olmaqla bir insanın həyatını digər insanın orqanı sayəsində xilas edir. Bu təkcə tibbi məsələ deyil. Bəs İslam dini insan həyatını qorumaq üçün hər zaman orqan nəqlinə icazə verirmi? Bu barədə İslam alimləri nə deyir? Bu və digər sualların cavabını qonağımız Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Qafqaz Abdurrahmanovla birgə müzakirə edəcəyik. Qafqaz müəllim, xoş gəlmişsiniz. Ümid edirik ki, yaxşısınız. Çox sağ olun, təşəkkür edirəm. Biz təşəkkür edirik gəldiyiniz üçün. Qafqaz müəllim, ilk sualımı vermək istəyirəm. Müasir tibbin inkişafı ilə orqan transplantasiyası yüzlərlə insanın həyatını xilas edir. Orqan köçürülməsi nə deməkdir? Quranda və Peyğəmbər Salavatullahın sünnəsində bu məsələ ilə bağlı hər hansı bir açıqlama varmı? Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala Resulina Muhammedin və ala alihi və sahbihi ecmain. Əmmə ba'd. Çox sağ olun, təşəkkür edirəm. Orqan transplantasiyası, yəni elm adı ilə və ya orqan nəqli, keyfiyyətli və ya funksiyasını itilmiş hər hansı bir orqanın başqa birisi ilə əvəz edilməsidir. Yəni, təbabətin ən müasir mövzularının, ən müasir sahələrindən biri hesab edilir. Çünki xüsusilə 20-ci əsrdən etibarən, 20-ci əsrin sonlarından etibarən mikrobiologiya sahəsindəki sürətli inkişaf artıq orqan nəqlini də müasir müalicə vasitələrindən biri olmasına gətirib çıxarmışdır. Az öncə siz də haqlı olaraq qeyd etdiniz ki, orqan nəqli dini və əxlaqi mövzulardan da müzakirə obyektinə çevrilmişdir. Çünki həm orqanı verən donor, həm də orqanı qəbul edən şəxs, xəstə, hər ikisi insan olduğu üçün bu həm dinin, həm də əxlaqın mövzusu olmuşdur. Dolaylı bir şəkildə İslam alimləri də bu mövzuya öz münasibətlərini bildirmək məcburiyyətində qalmışdılar. Təbii ki, biz bir məsələyə İslam nöqteyi nəzərindən, İslam prizmasından baxmaq istəyiriksə, hər şeydən əvvəl dinimizin əsas mənbələri olan Quran və sünnəyə müraciət etməliyik. Biz Quran və sünnəyə müraciət etdiyimizdə bilavasitə mövzuya dəlalət edən hər hansı bir ayə və hədisə rast gələ bilmirik. Çünki orqan nəqli az öncə də qeyd etdiyimiz kimi müasir bir mövzudur. Quran və sünnədə bu şəkildə bu mövzudan bəhs edilməsi mümkün deyil. Amma prinsiplər halında xəstələndiyiniz zaman müalicə olunun, insan sağlamlığına, insan həyatına verilən dəyərdən bəhs edən dolaylı olaraq bəzi ayələr və hədislər vardır ki, bunlardan müəyyən prinsipləri biz çıxara bilərik. Çox sağ olun Qafqaz müəllim. Zaman keçdikcə tibbi imkanlar inkişaf edib və həyatın qorunması üçün yeni yollar ortaya çıxıb. Bu yeniliklərdən biri də orqan köçürülməsidir. İslam hüququ orqan köçürülməsinə necə baxır? Bu məsələyə icazə verən və qarşı çıxan alimlərin fikirləri qısaca nələrdir? Az öncə qeyd etdik ki, Quran və sünnədə orqan nəqlindən bəhs edən hər hansı bir ayə və hədis bilavasitə yoxdur. Bəs o zaman İslam dininə buna biz necə münasibət göstərməliyik? Bu məsələnin hökmü necə olacaq? Təbii ki, biz bilirik ki, İslam hüququnun, İslam hüquqşünaslarının vəzifəsi həyatı dondurmaq və çətinləşdirmək deyil. Əksinə insanların qarşılaşacağı, həyat boyunca insanların qarşılaşa biləcəkləri bütün problemlərə həll yolu tapmaq və onların suallarını cavablandırmaqdan ibarət. İslam hüquqşünasları təbii ki, bir məsələyə münasibət bildikləri zaman hər şeydən əvvəl Quran və sünnəyə baxırlar. Əgər Quran və sünnədə mövzu yoxdursa, bu məsələ yoxdursa, daha sonra Quran və sünnədən çıxarılan müəyyən prinsiplərə biz müraciət edirik. Xüsusilə də, yəni o dövrdə mövzu olmayan müasir məsələlərdə biz hökm verərkən Quran və sünnədən çıxarılmış təməl prinsiplərə, müəyyən hökmlərə müraciət edib, müəyyən qaydalara müraciət edərək məsələyə öz münasibətimizi bildiririk və məsələni cavablandırmağa çalışırıq. Orqan nəqli də elə bu mövzulardan biridir. Orqan nəqli mövzusu İslam dünyasında heç də bir mənalı qarşılanmamışdır. Yəni, orqan nəqlinə icazə verməyən bir qrup alimlər vardır. Amma bunlar azlıq təşkil edirlər. Bunların da özlərinin müəyyən narahatçılıqları var. Bu narahatçılıqların da xüsusilə mən əvvəlcə bunları qeyd etmək istəyirəm. Daha sonra orqan nəqlinə icazə verənlərin fikirlərini söyləyəcəm. Bunların da
xüsusilə etiqadi cəhətdən bəzi problemlər ola biləcəyini, orqanların bəzi problemlər ortaya çıxacağını O problemlər nədən ibarətdir? inanırlar. Bunlardan biri nədir? Məsələn, deyirlər ki, orqanların şahidliyi məsələsi. Biz bilirik ki, Quran-Kərimdə açıq şəkildə ayələr var ki, orqanlar insanların əleyhinə qiyamət günü şahidlik edəcək. Biri budur. Amma biz ayələrə baxdığımız zaman əslində buradakı şahidliyin zahiri mənada anlaya biləcəyimiz kimi bu şəkildə də anlaya bilərik. Bəzi təfsirçilərimiz də bu şəkildə deyirlər ki, yəni əslində orqanların Allaha qarşı, yəni insanların əleyhinə şahidlik etməsindəki məqsəd bir, zahiri mənada anlaşıla bilər. İki də, burada bir məcaz ifadə var. Yəni ki, nə deməkdir əslində? İnsan Allah qarşısında heç bir bəhanə uydura bilməyəcək. Yəni, təbii ki, Allah üçün biz heç bir mənfi atributu izafə, yəni istinad edə bilmirik. Yəni, Allah hər şeydən xəbərdardır. Allah bir şey bilməz, bilmir. Kimi bir şey Allah biz istinad edə bilmərik. Dolayısıyla Allah huzurunda heç bir insan bir bəhanə gətirə bilməyəcək. Yəni, bu ayələr bu şəkildə də anlaya bilərik. Ayrıca, yəni o ayələri zahir mənada da anlasaq, bunun orqan nəqlinə heç bir əngəl yoxdur, heç bir manəsi yoxdur. Çünki əsasən günahı və ya savabı qazanan orqan deyil, insanın öz şəxsi iradəsidir. Yəni orqan başqa bir sən nəql etdiyin zaman o orqanın özünün görməsi mi önəmli, yoxsa o orqanın sahib olduğu şəxs? Yəni o insanın öz iradəsi burada önəmlidir. İnsan öz bədəninə sahibdirmi? Yəni insanın orqanları onun öz səlahiyyətindədir. Yəni nə baxımdan onda istədiyi kimi təsərrüf edə bilərmi bir şəxs? Yəni bu və bənzəri bəzi arqumentləri gətirən bir qism alim orqan münasibət, yəni orqan nəqli məsələsinə mənfi münasibət göstəriblər. Amma biz əksəriyyətin fikrinə daha çox etimad edirik. Əksəriyyət alimlər, İslam alimləri və xüsusilə müsəlman ölkələrindəki rəsmi fitva qurumları, məsələn, Əl-Sərri Fitva Qurumu, daha sonra İslam Əməkdaşlıq Təşkilatının, İslam Konfransının Fitva Qurumu, Türkiyə Diyanət Fakültəsi Fitva Qurumu və İslam Hüquqi Akademiyası Fitva Qurumları, müstəqil alimlərin böyük əksəriyyəti orqan nəqlinə icazə veriblər. Az sonra onların təbii ki, biz şərtlərindən bəhs edəcəyik. Onlar da orqan nəqlinə icazə verərkən, üzr istəyirəm, bunu xüsusilə qeyd etməliyəm. Yəni, bunların arqumentləri nələrdir? Bunlar da deyirlər ki, normal şərtlərdə bir insanın öz orqanını başqa birisinin satması və bağışlaması icazəli deyil. Dinimiz bunu xoş qarşılamır. Amma zərurətlər hasıl olduğu zaman isə insanın orqan bağışlaması və bir insanın orqanını başqa bir insana nəql edilməsi icazəlidir. Çünki dinimizdə təməl prinsiplər var. Quran və sünnədən çıxarılmış prinsiplər var. Bu da orqan nəqlinə icazə verən alimlərin əsas istinad etdiyi nöqtələrdən birisidir. Əd-darurat tulihul mahzurat. Yəni zərurətlər müvəqqəti müddətlilik olsa da, yəni o zərurət halı ortadan qalxana qədər haram olmuş şeyləri halal edər, müvəqqəti müddətə. Quran-Kərimin gətirdiyi bir prinsipdir. İnsan ölməmək üçün leş ətindən, donuz ətindən, necə ki, Maidə surəsində keçdiyi kimi istifadə edə bilər. Digər surələrdə, məsəl üçün, hədislərdə, məsəl üçün, bunun bənzəri nümunələri var. İkinci bir qaydamız isə darar yuzəl, yəni zərər ortadan qaldırılır. Yəni, nəticə etibarilə də orqan nəqlində bir zərurət var. Yəni, qarşı tərəfin orqan nəql edilmədiyi təqdirdə həyati təhlükəsi var. Bu da bir zərurətdir. Çünki dinimizin qorumaqla mükəlləf olduğu, qorumalı hədəfləri, təməl prinsiplərdən birisi də biz ona nə deyirik? Darurət deyirik, yəni İslam hüququnda. Bunlar nədir? Dinin qorunması, canın qorunması, ağlın qorunması, nəslin qorunması, malın qorunması. Dinimizin qorumalı hədəfləri, təməl prinsiplərdən birisi də canın qorunmasıdır. Ki, insan canının təhlükəyə düşməməsi üçün, insan canının, yəni ki, əhəmiyyətli göstərilmiş hədislərdə və Quran-Kərimdə kifayət qədər ayələr var. Məsələn, bəzi hökmlər canımız təhlükəyə düşdüyü zaman ortadan qalxa bilir. Məsəl üçün, soyuqdan qorxarsak, məsəl üçün, qüsul yerinə təyin. Hədislərdə bu və bənzəri bir çox işarələr var. Qısacası, zərurət halında orqan nəqlinə alimlərin böyük əksəriyyəti icazə vermişlər. Aydındır, çox sağ olun Qafqaz müəllim. Növbəti sualımı vermək istəyirəm. Bir insanın həyatda qalması bəzən başqa bir bədənlə bağlı olur. Bu isə bizə həm tibbi, həm də dini baxımdan mürəkkəb bir sualla üz-üzə qoyur.
Orqan transplantasiyasının növləri hansılardır? Meyit donordan və ya canlı insandan köçürmə necə dəyərləndirilir və İslamda bunun üçün hansı şərtlər tələb olunur? Orqan nəqli müasir tibbdə iki şəkildə transfer edilə bilir. Bir, meyit donordan xəstəyə nəql, bir də canlı insandan xəstəyə nəql. Meyit donor əvvəlcədən onu qeyd edir ki, meyit donor kimə deyirlər? Mütəxəssislərin fikrincə, yəni təbii ki, təbabət elmindəki mütəxəssislər deyirlər ki, meyit donor beyin funksiyaları ölmüş, yəni beynin bütün funksiyaları, beynin bütün funksiyalarının itirilməsi və geri dönməsi mümkün olmayan donora, yəni ölüyə meyit donor deyirlər. Əslində bu çox aktual bir mövzudur. Təbii ki, bunun diaqnozu kim qoyacaq? Mütəxəssis həkimlər. Yəni bu ilahiyyatçıların işi deyil, əlbəttə ki, bu mütəxəssis həkimlər tərəfindən müəyyənləşdirilir ki, bu adamın beyin ölümü gerçəkləşir. Biz ona meyit donor deyirik. Əslində az öncə söyləməyi unutdum. Elə orqan nəqlinə icazə vermək məsələsində biraz münasibətləri mənfi olan alimlərin əsas belə deyək, ilişdiyi nöqtələrdən biri də budur. Yəni, bədənin tam ölməməyi, yoxsa necə? Beyin ölümü. Yəni, beyin ölümü haqqında həkimlər arasında da, təbii mən bu sadə mütəxəssis deyiləm, fərqli fikirlər varmış. Bəziləri deyirlər ki, beyin ölümünün geri dönüşümü varmış, bəziləri deyir ki, geri dönməsi mümkün deyil. Yəni, beyin ölümü ilə həqiqətən insanın ölümü gerçəkləşirmi, gerçəkləşmirmi? Burada biraz ixtilaf var. Amma bir şey qeyd etmək lazımdır. Buna münasibət bildirən alimlərimiz də hər halda öz dövrlərindəki və yaxud da o dövrdəki təbabət elminin, yəni elmlərindən, o təbabət elminin bilgilərindən istifadə edir. O dövrdəki ölümün gerçəkləşməsi biraz daha fərqlidir, amma biz hər halda mütəxəssislərin rəyinə etimad etməliyik. Yəni, həkimlər həqiqətən də etimad ediləcək mötəbər mütəxəssis həkimlər bu insanın beyin ölümü gerçəkləşirsə, alimlərin böyük əksəriyyəti ölümün gerçəkləşmiş olduğunu qəbul edirlər. Meyit donor buna deyirik. Canlı donorda bilirik ki, hər hansı bir insanın bir orqanının başqa bir xəstəyə köçürülməsidir. İndi burada bəzi şərtlərimiz var. Yəni, istər meyit donordan, yəni orqan nəqli biz dedik iki cür olur. Meyit donordan və ya canlı donordan xəstəyə nəqli. Bunların ola bilməsi üçün İslam alimləri, yəni buna icazə verilmək üçün İslam alimlərinin müəyyən şərtləri var. İndi mən o şərtləri sayacağım. Şərtimizin birincisi zərurət olacaq. Bayaq dediyimiz. Bəli, orqan nəqli üçün bir zərurət olacaq. Yəni, o xəstənin həyatı təhlükəsi olacaq. Bir hər şeydən əvvəl zərurət olacaq. Çünki zərurətlər haram olan şeylərin müvəqqəti müddətliyinə demişdik ki, aradan qaldırır. Bəli, aradan qaldırar. Bir zərurət halı olacaq. İki, xəstənin, yəni özünə orqan nəql edilən xəstənin sağlayacağına dair mütəxəssis həkimlərdə zənni qalib olacaq. Yəni, bu orqan nəql edildiyi zaman %50, %60, %70, %80, yəni zənni qalib dediyimiz odur, bu insanın sağlanma ehtimalı var. İkinci şərtimiz o olacaq. Üçüncü şərtimiz, əgər orqan meyit donordan nəql ediləcəksə, beyin ölümünün gerçəkləşmiş olması lazımdır. Yəni, bir insanın beyin ölümü gerçəkləşəcək, tibbdə ona artıq ölü deyirlər, yəni meyit donor. Beyin ölümü gerçəkləşmiş olacaq ki, onun orqanını alıb digər insana nəql edə bilsinlər. Digər bir şərtimiz nə olacaq? Bununla birlikdə meyit donordan əgər alınacaqsa, onun özünün sağlığında icazə verilmiş olması lazım. Təbii ki, canlıdan alınacaqsa, canlının özünün orqanının icazə verilməsi lazım. Əgər meyit donordan alınacaqsa, ya özünün sağlığında icazə verilmiş olması lazımdır, orqanın əldə etmiş olması lazımdır və yaxud vəfat etdikdən sonra onun miraslarının, varislərinin daha doğrusu, varislərinin onun orqanlarını nəql edilməsinə icazə verilmələri lazımdır. Daha sonra orqanların hər hansı bir mənfəət qarşılığında satılmaması lazımdır. Elə o sualı verəcəkdim. Yəni, bir pul qarşılığında verə bilərikmi, sata bilərikmi orqanı? Alimlərin böyük əksəriyyəti buna xoş baxmırlar. Yəni, hər hansı bir orqanı bir insanın pul qarşılığında satmaması lazımdır. Çünki orqanın bağışlanması, orqan nəqli özü onsuz da zərurət halında icazə verilibdir. Bir insanın orqanını pulla bağışlamaması lazımdır. Bəzi alimlər isə zərurət halında, məsələn, qarşı tərəfdə zərurət halında isə onun müqabilində bir məbləğ qəbul edə bilər deyirlər.
Amma dediyim kimi, əksəriyyət deyir ki, bir orqanın məbləğ qarşılığında satılmaması lazımdır. Könüllü bir şəkildə verilməli. Könüllü bir şəkildə verilməsi lazımdır. Daha sonra nə şərtimiz var? Əgər orqan nəqli canlı donordan olacaqsa, ya təbii ki, canlı donorun özünün razı olacaq. Bunun xaricində bir də o canlı donor alınacaq orqan canlı donorun həyatını təhlükəyə atmayacaq. Yəni biz ondan bir orqan götürdük, o insan ölməməsi lazım. Yəni ki, o insanın həyatı üçün bir təhlükə olmaması lazım. Məsələn, böbrək nəqlidir, ciyər nəqlidir. Məsələn, günümüzdə bir insanın bir böbrəyi götürdüyü zaman bir böbrəyi ilə həyatını davam etdirə bilir. Yəni onun sağlamlığı üçün həyatını davam etdirmək, həyatı təhlükəsi olmaması lazım. Şərtlərimizdən biri də bu olacaq. Yəni bu şərtlər gerçəkləşdiyi zaman alimlərimizin böyük əksəriyyəti orqan nəqlinə icazə verirlər. Hətta orqan nəqlinə bəzi ölkələrdə təşviq edirlər. Çünki bir insanı qurtaran bütün bəşəriyyət qurtarmış kimidir. Ümumiyyətlə buna insaf deyirlər və yaxşılıq etmək. Yəni bu könüllü bir yaxşılıq etməkdir. Yəni xəstə olan bir insana sağlığına vəsilə olmaq, yəni bu dilimizdə xoş qarşılanan bir şey. Yekun olaraq deyə bilərik ki, orqan nəqli günümüzdə, yəni müasir dövrdə təbabətin istifadə etdiyi müalicə vasitələrindən biridir. Müalicə olunmaq da Peyğəmbərimiz tərəfindən xüsusilə Quran və sünnədə təşviq olunmuş bir şeydir. Hətta bir hədis şərifində Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mə ənzəlallahu da'an illə ənzələhu şifa." Yəni Allah göndərdiyi hər bir dərdə bir dəva göndərmişdir. Başqa hədislərdə də buna bənzər başqa səhih hədislər də var ki, o hədislərdə də Peyğəmbərimiz deyir ki, yəni Allah yaşlılıqdan başqa bütün xəstəliklərin dərmanı vermişdir. Siz müalicə olunun. Nəticə etibarilə orqan nəqli də bugün müalicə vasitələrinin birisi kimi istifadə olunursa, yəni bunu o hədisə də şamil eləyə bilər. Bəli, o müəyyən şərtlər çərçivəsində orqan nəqlinə də icazə verən alimlərin daha qənaətbəxş fikirdə olduqlarını söyləmək mümkündür. Allahu aləm bisavab. Ən doğrusu Allah bilir. Qafqaz müəllim, sevindirici hallardan biri də odur ki, Qafqazda ilk dəfə meyit donor üzərindən orqan köçürülməsi Azərbaycanda olunub. Bunu bizim çox məşhur həkimlərimizdən biri Mircəlal doktor həyata keçirib. Həqiqətən sevindirici haldır, bir daha təkrarlamaq istəyirəm. Artıq bu bizim öz ölkəmizdə olur. Kənara getməyə ehtiyac qalmır. Bir daha sizə gəldiyiniz üçün İslam Deyişi komandası adından öz təşəkkürümüzü bildiririk. Çox sağ olun. Təşəkkür edirik. Sağ olun. Həyat bizə verilmiş bir əmanətdir və bu əmanətin dəyərini bilmək bizim borcumuzdur. Hər nəfəs bir nemət, hər ürək döyüntüsü bir möcüzədir. Orqan transplantasiyası mövzusunda danışarkən bir həqiqəti dərk etdik. İslam bizə yalnız yaşamağı yox, həm də yaşatmağı öyrədir. İslam bizə yalnız özümüzü düşünməyi deyil, başqalarına faydalı olmağı da öyrədir. Hər bir addımımızda Allahın razılığını axtaraq, insanlığa xeyir verək və heç kimin haqqına girməyək. Bəlkə də sabah biz birinə ümid olacaq, bəlkə də başqasının ümidinə möhtac qalacaq. Buna görə də mərhəməti və ədaləti həyatımızın mərkəzinə qoymalıyıq. Unutmayaq ki, bugünkü seçimlərimiz sabahki aqibətimizi müəyyənləşdirir. Aqibətimizin xeyirli olması arzusu ilə Allaha əmanət olun.